Bu sənədlərdə 3 səhifə çatışmırdı. New Yorkun Manhattan rayon arxivində 2022-ci ilin payızında aşkar edilmiş qovluqda dəqiq 38 vərəq olmalı idi. Lakin 35 vərəq var idi. 3 səhifə yoxa çıxmışdı. Həmin qovluğun üzərində yazılmış kod AZR-defis NYP-2-0-2-0 Amerika Birləşmiş Ştatlarının tibbi arxiv sistemində heç bir məna daşımırdı. Kağızın özü xüsusi idi, su nişanı olan, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin möhrü ilə təsdiqlənmiş, lakin məzmunu qeyri-adi diplomatik yazışmalardan tutmuş, şəxsi bank hesabatlarına qədər müxtəlif məlumatlar ehtiva edirdi. Ən qəribəsi isə bu idi. Dosyenin açılma tarixi 2020 ilin yanvar ayı, amma son qeyd 2020 ilin iyul ayına aid idi. Sonra heç nə. Sanki kimsə bu faylı əlaqəli şəkildə bağlamışdı və ya bağlamaq məcburiyyətində qalmışdı. Azad Mirzəoğlu Rəhimov. Bu ad Azərbaycanın 20-ci əsrin son 10 illiklərində və 21-ci əsrin əvvəllərində təhsil sisteminin transformasiyasını müzakirə edərkən mütləq şəkildə səslənirdi. O sadəcə nazir deyildi, o sistemin özü idi. 2004 ilindən 2013 ilinə qədər Təhsil Nazirliyinə rəhbərlik edən bu adam haqqında danışanda insanlar iki qrupa bölünürdülər. Bəziləri onu islahatçı və modernizator kimi xatırlayırdı. Digərləri susurdular. Çünki susqunluq bəzən ən yüksək səslə danışır. Amma bu hekayə Rəhimovun nazir kimi fəaliyyəti haqqında deyil. Bu onun son səfəri haqqındadır. 2020 ilin yazında pandemiya dünyanı bürüyəndə və sərhədlər bağlananda 73 yaşlı keçmiş nazir xəstəxanada uzanmışdı. Rəsmi versiyaya görə diaqnoz ağır idi və müalicə üçün xaricə, dəqiq desək, New Yorka getmək qərarı ailə tərəfindən qəbul edilmişdi. Lakin bu qərar necə qəbul edildi? Kim icazə verdi? Və ən əsası, niyə məhz o vaxt? Elə suallar var ki, onları verməklə siz artıq cavabın bir hissəsini bilirsiniz. Rəhimovun son uçuşu barədə danışanda ilk sual budur. Niyə həmin gün? Pandemiya qadağaları ən sərt mərhələdə idi. Beynəlxalq reyslərin əksəriyyəti dayandırılmışdı. Lakin diplomatik kanallarla bir təyyarə təşkil edildi. Xüsusi buraxılış, xüsusi marşrut və ən əsası, xüsusi yoldaşlar. Təyyarədə kim var idi? Rəsmi siyahıda yalnız ailə üzvləri və bir həkim qeyd olunmuşdu. Lakin Bakı Hava Limanının o gecəki təhlükəsizlik kamera yazılarında, hansı ki heç vaxt ictimaiyyətə açıqlanmadı, daha çox insanın mindiyi görünürdü. Kim idilər onlar? Və niyə onların adları heç bir sənəddə yoxdur? Bu, sadəcə bir xəstənin müalicə səfəri deyildi. Bu, bir əsrin sirlərini özündə daşıyan insanın son səyahəti idi. Və biz indi, 3 il sonra, o səyahətin arxasında nə gizləndiyini öyrənməyə çalışırıq. Çünki həqiqət bəzən ölümdən sonra danışır. Azad Rəhimov haqqında danışanda bir detalı yaddan çıxarmaq olmaz. O, lüks həyat tərzini heç vaxt gizlətmirdi. 2009 ildə nazir kimi fəaliyyət göstərdiyi dövrdə onun oğlu Bakının mərkəzində bir penthouse mənzil almışdı. Qiyməti təxminən 400 min manat. O vaxt Azərbaycanda orta aylıq maaş təxminən 400 manat idi. Hesablayın. Orta bir vətəndaşın 1000 ay işləməli olduğu məbləğ, ya da 53 il. Və bu sadəcə mənzildir. Avtomobil parkı, xaricdəki əmlak, özəl məktəblərdəki investisiyalar, bu rəqəmlər haqqında danışanda insan dillənir. Lakin bu korrupsiya ittihamı deyil. Azərbaycan qanunvericiliyi üzrə heç bir cinayət işi açılmamışdı. Rəsmi olaraq bütün əmlak qanuni gəlirlərdən əldə edilmişdi. Amma ictimai rəy başqa düşünürdü. Forumlar, sosial şəbəkələr, küçə söhbətləri, hər yerdə eyni sual. Nazirin maaşı ilə belə var-dövlət necə toplanır? Və bu sual heç vaxt cavab tapmadı. Bu kontrastı başa düşmək vacibdir. Çünki o, Rəhimovun son qərarını anlamaq üçün açardır. 2020 ilin yazında pandemiya başlayanda iqtisadiyyat çöktü. İnsanlar işlərini itirdilər. Kiçik bizneslər bağlandı. Orta sinif yoxsulluq xəttinə yaxınlaşdı. Bu fonda New Yorka özəl təyyarə ilə müalicəyə getmək. Bu sadəcə tibbi qərar deyildi. Bu, siyasi bəyanat idi. Mesaj belə idi. Biz fərqli dünyalarda yaşayırıq. Və ictimaiyyət bunu hiss etdi. Sosial şəbəkələrdə paylaşımlar başladı. Nazir Amerikaya uçur, biz isə növbədə ölürük.
Onların müalicəsi xaricdə, bizimki dərmansızlıqdadır. Bu mesajlar senzura tərəfindən silinirdi, lakin onlar yenidən peyda olurdu. Çünki insanlar gördüklərini danışmaq istəyirdilər. Rəhimovun ailə üzvləri sonradan izahat verməyə çalışdılar. Müalicə şəxsi vəsaitlə maliyyələşdirilmişdi. Dövlət büdcəsindən heç bir pul xərclənməmişdi. Lakin bu izahat heç kəsi sakitləşdirmədi. Çünki sual pul haqqında deyildi. Sual ədalət haqqındaydı. Niyə bəzi insanların şansı var, bəzilərinin isə yoxdur? Niyə bəzi insanlar ölümündən qaçırlar, digərləri isə ölümlə üz-üzə qalmalıdırlar? Bu suallar indi də cavabsız qalır. Amma onlar bizim hekayəmizin mərkəzindədir. Çünki Rəhimovun son səfəri sadəcə bir xəstənin səyahəti deyildi. Bu bütün bir sistemin metaforası idi. İndi düşünün, əgər sizin əlinizdə sınırsız vəsait olsaydı və ölümlə üz-üzə qalsaydınız, siz nə edərdiniz? Qalardınız, yoxsa qaçardınız? Və daha əhəmiyyətlisi, əgər qaçsaydınız, geri qayıdacağınıza əmin olardınızmı? 2022-ci ilin payızında Azad Rəhimovun ölümündən təxminən 2 il sonra onun keçmiş müavini, adını çəkməyəcəyik, sadəcə müavin adlandıraq, ilk dəfə danışmağa razı oldu. Görüş Bakıda, şəhərdən kənarda, kiçik bir kafedə baş tutdu. O kamerasız, diktafonsuz, sadəcə qeydlər üçün qələm və kağız ilə danışmaq şərtini qoymuşdu. İlk 5 dəqiqə tamamilə sustu, çayını içdi, pəncərədən çölə baxdı. Sonra danışmağa başladı. Hamı düşünür ki, o qaçdı, dedi müavin. Hamı düşünür ki, Azad Mirzəoğlu ölümündən qorxdu və Amerikaya pul və sirlər aparmaq istədi. Amma həqiqət daha mürəkkəbdir. O qaçmırdı, o axtarırdı. Axtarırdı? Nə axtarırdı? Cavabları, dedi müavin. 2013 ildə nazirlikdən gedəndən sonra o dəyişdi. Hamı düşünür ki, insanlar rəhbərlikdən əl çəkəndən sonra rahatlaşır, unudurlar. Lakin Azad Mirzəoğlu əksinə daha çox düşünməyə başladı. O, arxiv materialları ilə məşğul oldu. Keçmişi öyrənirdi və bir gün mənə dedi, bizim sistemdə bir xəta var, köklü xəta və mən onu tapmaq istəyirəm. Bu söhbət təxminən 10 dəqiqə davam etdi. Müavin detallara girmirdi, lakin məqamlar açıqlayırdı. Rəhimov son illərində Azərbaycan təhsil sisteminin Sovet dövründən qalan strukturlarını tədqiq edirmiş. Xüsusilə kadr hazırlığı və elitar məktəblər barədə araşdırmalar aparırmış. Nə isə sübutlamaq istəyirmiş və ya faş etmək. O, Amerikaya müalicə üçün getmədi. Müavin cümləni yarımçıq buraxdı. Sonra əlavə etdi. Yəni müalicə də var idi, lakin asıl səbəb başqa idi. New Yorkda bir arxiv var, Kolumbiya Universitetinin yanında. Sovet dövründən qalan materiallar, Azərbaycanla bağlı. O, ora getmək istəyirdi. Müavin daha çox danışmadı. Qalxdı, üzr istədi və getdi. Görüşdən sonra onu tapmaq cəhdləri uğursuz oldu. Telefonu cavab vermədi. Ünvanında heç kim yaşamırdı. Sanki yox oldu. Lakin bu qısa söhbət hər şeyi dəyişdi. Əgər müavinin dedikləri doğrudursa, Rəhimovun son səfəri sadəcə müalicə yox, bir axtarış idi. Və bu axtarış onu öldürdü. Azad Rəhimovun yaxın çevrəsində bir adam vardı ki, hamı ona sadiq dost deyirdi. Əsl adı Elçin. Familiyasını dəqiqləşdirmək mümkün olmadı. Sənədlərdə müxtəlif variantlar var. Lakin hamı onu tanıyırdı. Elçin, Rəhimovun nazirliyi dövründə onun köməkçisi olmuşdu. Kadr məsələləri, maliyyə sxemləri, xarici əlaqələr, hər şey Elçinin əlindən keçirdi. O xüsusi nüfuza malik idi. İnsanlar deyirdilər ki, Elçin olmadan heç bir qərar qəbul edilməzdi. Rəhimov və Elçin arasında dostluq nə vaxt başladı? Bəzi mənbələr deyir ki, hələ Sovet dövründə universitetdə tanış olublar. Digərləri isə iddia edir ki, 90-cı illərdə Azərbaycan müstəqillik əldə edəndən sonra biznes mühitində rastlaşıblar. Hər iki versiya ola bilər. Əsas odur ki, 2004 ildə Rəhimov nazir təyin ediləndə Elçin də onunla birlikdə gəldi. Elçin zahirdə təvazökar görünürdü. Orta boylu, gözlüklü, həmişə təmiz geyinən, lakin heç vaxt diqqət çəkməyən. O mitinqlərdə arxada dururdu. Fotolarda nadir hallarda görünürdü. Müsahibələrdə adı çəkilməzdi. Amma kulislərdə hamı bilirdi. Əgər Elçinlə razılaşmasanız, Rəhimova çatmazsınız. 2013 ildə Rəhimov istifaya gedəndə Elçin də rəsmi olaraq əlaqəni kəsdi. Lakin qeyri-rəsmi əlaqələr davam etdi.
Onlar həftədə bir-iki dəfə görüşürdülər, telefon danışıqları aparırdılar. Və maraqlıdır ki, Rəhimov xəstələnəndə xəstəxanaya ən çox ziyarət edən adam Elçin idi. Bəs Elçin New York səfərində iştirak etdimi? Rəsmi siyahıda onun adı yoxdur. Lakin hava limanının təhlükəsizlik kameralarında, hansı ki heç vaxt tam olaraq təhlil edilmədi, bir silüet var. Kişi silüeti. Orta boylu, gözlüklü. Təyyarəyə sonuncu daxil olur. Üzü aydın görünmür, lakin bədən quruluşu Elçin oxşayır. Əgər Elçin həmin səfərdə idisə, niyə gizləndi? Və əgər o həqiqətən Rəhimovun ən yaxın dostu idisə, niyə onun ölümündən sonra tamamilə yoxa çıxdı? Biz hələ cavabları bilmirik. Amma Elçinin adı bu hekayədə dəfələrlə peyda olacaq. Və hər dəfə siz özünüzdən soruşacaqsınız, o dost idi, yoxsa düşmən? Düşünün, sizdə belə bir sadiq dost varmı? Həmişə yanınızda olan, amma heç vaxt diqqət mərkəzində olmayan? Və əgər varmı, siz onun həqiqətən sadiq olduğuna əminsinizmi? New Yorkda, Manhattan rayonunda, Upper East Side məhəlləsində bir xəstəxana var. Adını çəkməyəcəyik, çünki onlar hər hansı ictimai müzakirədən qaçırlar. Bu elit klinikadır. Adi insanlar ora getməz. Ora yalnız çox varlı və ya çox nüfuzlu xəstələr qəbul edilir. 2020 ilin iyul ayında Azad Rəhimov bu xəstəxanada yerləşdirildi. Palatası 6-cı mərtəbədə, pəncərəsi parka baxırdı. Rəsmi tibbi sənədlərə görə onun vəziyyəti stabil, lakin ağır idi. Müalicə davam edirdi. İyul ayının 17-sində gecə, təxminən saat 11-ə doğru, xəstəxanaya bir ziyarətçi gəldi. Resepsiyonda qeydiyyatdan keçmədi. Lift istifadə etmədi. Pilləkənlərlə 6-cı mərtəbəyə qalxdı. Mühafizə xidməti ki, Rəhimovun palatasının qabağında 2 nəfər dayanmalı idi, o gecə yox idi. Rəsmi izahata görə növbə dəyişməsi zamanı bir neçə dəqiqəlik fasilə yaranmışdı. Təsadüf. Ziyarətçi palatava girdi. Təxminən 15 dəqiqə içəridə qaldı. Heç bir səs eşidilmədi. Heç bir mübahisə, heç bir qışqırıq. Sonra ziyarətçi çıxdı və yenə pilləkənlərlə aşağı düşdü. Xəstəxanadan çıxarkən kamera qeydiyyata düşdü, lakin üz tanınmırdı. Qara şlyapa, qabarıq palto. Və ən əsası, o əlində bir qovluq aparırdı. Səhər Rəhimovun vəziyyəti kəskin pisləşdi. Həkimlər reanimasiya tədbirləri həyata keçirməyə çalışdılar, lakin nəticəsiz qaldı. İyul ayının 18-də, axşam saatlarında Azad Mirzəoğlu Rəhimov vəfat etdi. Rəsmi ölüm səbəbi ürək çatışmazlığı. Lakin tibbi arayış çox qısa idi. 1 səhifə, 3 paraqraf. Heç bir ətraflı təsvir, heç bir patologiya hesabatı. Və ən qəribəsi, nəcis açılmadı. Ailə üzvləri nəcis açılmasından imtina etdilər. Rəsmi izahata görə, dindar insanlar kimi bədənin toxunulmazlığına hörmət edirdilər. Amma qeyri-rəsmi olaraq başqa versiyalar da dolaşırdı. Nəcis açılmasına qadağa qoyan bir qurum var idimi? Və ya ailə özü nədənsə bunu istəmirdi? Bədən 2 gündən sonra Azərbaycana gətirildi. Dəfn mərasimi Bakıda keçirildi. Az sayda insan iştirak etdi. Mətbuat çox az məlumat verdi və çox tez unutdular. Amma unutmayan insanlar var. İndi 3 il sonra o gecə haqqında suallar yenidən qalxır. Kim idi həmin ziyarətçi? Nə yapardı o qovluqda? Və niyə Rəhimov məhz o gecədən sonra öldü? Həqiqət budur ki, Azad Rəhimov son həftələrində nə isə gözləyirdi. Xəstəxana işçilərindən biri anonimlik şərti ilə danışdı. O dedi ki, Rəhimov tez-tez pəncərəyə baxardı. Həmişə gərgin görünürdü. Bir dəfə gecə yarısı yuxudan oyanmış və qışqırmışdı. Onlar gəlirlər. Kim gəlirdi? Heç kim izah edə bilmədi. Başqa bir detal. Rəhimov ölməzdən bir neçə gün əvvəl bir məktub yazmışdı. Kiməsə göndərmək istəyirdi. Lakin o məktub heç vaxt göndərilmədi. Ailə üzvləri onu götürdülər və sonra heç kəs onun haqqında danışmadı. Məktubda nə yazılmışdı? Biz bilmirik. Amma bizdə bir nüsxəsi olsaydı, çox şey aydınlaşardı. Bəzi mənbələr iddia edir ki, Rəhimov təhlükə ilə üzləşirdi. Real təhlükə. O nə isə bilirdi və bu biliklər onu öldürdü. Başqa mənbələr isə deyir ki, bu sadəcə yaşlı xəstə insanın paranoyası idi. Pandemiya, xəstəlik, yad ölkə, bütün bunlar psixikaya təsir edir. Lakin bir fakt danılmazdı. Azad Rəhimov New Yorka tamamilə başqa insan kimi qayıtdı. Və mən qayıtdı demirəm. Çünki o diri qayıtmadı. Ölü bədən kimi qayıtdı. Və ölülər danışmırlar. Ya danışırlar?
İndi özünüzə soruşun. Əgər sizin ölümünüzdən sonra bir sirr ortaya çıxsaydı, siz istərdiniz kim onu bilsinlər? Yoxsa bəzi sirlər məzarda qalmalıdır? Manhattan xəstəxanasının 6-cı mərtəbəsində Azad Rəhimovun palatasından 3 otaq aralı bir kabinet var idi. O kabinet kardioloq doktor Samuel Harrisonun ofisi idi. İyul ayının 17-si ilə 18-i arasındakı gecə, məhz həmin gecə ki, sirli ziyarətçi gəldi, doktor Harrison növbədə deyildi. Rəsmi əmr kitabında yazılmışdı. Xəstəxana rəhbərliyi ona qəfil məzuniyyət vermişdi. Ailə səbəbləri göstərilmişdi. Lakin doktor Harrisonun ailəsi o vaxt New Yorkda idi. Heç bir fövqəladə hal yox idi. Bəs niyə məzuniyyət? 2022-ci ilin payızında bir jurnalist, adını dəqiqləşdirə bilmədik, doktor Harrisonu tapmağa çalışdı. Ünvanına məktublar göndərdi, telefonla əlaqə saxlamağa cəhd etdi. Cavab vermədi. Sonra jurnalist xəstəxanaya getdi. Resepsiyonda dedilər ki, doktor Harrison artıq burada işləmir. 2020 ilin avqustunda istifaya gedib. Haraya? Bilmirlər. Əlaqə məlumatı şəxsi məlumatdır, verə bilməzlər. Amma izi itmir. İnternet arxivində, hansı ki bütün açıq məlumatları saxlayır, bir sənəd tapıldı. New York Tibbi Şurasının qərarı. 2020 ilin sentyabr ayı. Doktor Samuel Harrisonun lisensiyası dayandırılıb. Səbəb? Peşəkar etika qaydalarının pozulması. Hansı qaydalar? Sənəddə ətrafı yazılmayıb, sadəcə bir cümlə. Xəstə məxfiliyinin ciddi şəkildə pozulması və tibbi protokollara əməl edilməməsi. Bu nə deməkdir? Doktor Harrison Rəhimovun xəstəliyi barədə kiməsə məlumat veribmi? Yoxsa tibbi sənədləri saxtalaşdırıb? Və ya daha pisi, müalicədə nə isə səhv edib, sonra ört-bastır edib. İndi ən maraqlı hissə. 2021-ci ilin əvvəlində bir tibb forumunda, hansı ki anonim həkimlər mürəkkəb hadisələri müzakirə edirlər, bir yazı peyda oldu. İstifadəçi adı MD Harrison Exile. Yazda deyilirdi. Mən bir xəstəni itirdim. Rəsmi diaqnoz ürək çatışmazlığı idi. Amma mən bilirəm ki, bu yalan idi. Onun qanında bir maddə tapdım. Bir maddə ki, ürək əzəllərini iflic edir. Təbii ölüm kimi görünür. Amma bu qətldir. Mən hesabat yazmaq istədim. Mənə dedilər, yazma. Mənə dedilər, sənədləri imha et. Mənə dedilər, sus və ya peşəni itirərsən. Mən sustum və peşəmi yenə də itirdim. İndi bilmirəm nə edəcəyimi. Bəlkə bu yazı məni öldürəcək. Amma mən daha susa bilmirəm. Bu yazı 3 saat sonra silindi. İstifadəçi hesabı bağlandı. İnternetdə heç bir iz qalmadı. Amma arxivdə skrinşot qalıb və biz onu tapdıq. Əgər bu yazını həqiqətən doktor Harrison yazıbsa və hər şey buna işarə edir, deməli Azad Rəhimov ürək xəstəliyindən ölməyib. O zəhərlənib. Planlaşdırılmış, professional, izləri qoymayan bir zəhərlənmə. Və həkim bunu bilirdi, amma sustu. Sonra danışmaq istədi və cəzalandırıldı. Tibbi sənədlər, budur hər bir ölüm təhlilinin əsası. Amma Rəhimovun halında tibbi sənədlər sanki məqsədli şəkildə itirilmişdir. New York xəstəxanası Rəhimovun ailə üzvlərinə tam tibbi hesabat verməli idi. Qanun belə tələb edir. Amma verilən sənədlər çox qısadır. Bir tibbi ekspert Azərbaycandan, Bakıda praktika edən adını açıqlamaq istəmədi, həmin sənədlərə baxdı. Biz ona nüsxə göndərdik. O təhlil etdi və dedi, bu sənədlərdə ən vacib məlumatlar yoxdur. Qan analizləri yoxdur. Ürək ritmi monitoringi yoxdur. Medikamentlər siyahısı qismən var, lakin dozalar göstərilməyib. Və ən əsası, son gecə, yəni iyul 17 ilə 18 arasında nə baş verdiyi barədə heç bir qeyd yoxdur. Sanki o gecə xəstə heç yerdə deyildi. Boşluq var. 6 saatlıq boşluq. 6 saatlıq boşluq. Məhz o saatlar ərzində sirli ziyarətçi gəldi. Və məhz o saatlardan sonra Rəhimov öldü. Təsadüf? Ekspert davam etdi. Əgər mən buna rəsmi tibbi arayış kimi baxsam deyə bilərəm, bu sənəd standartlara cavab vermir. Amerika Birləşmiş Ştatlarında belə qısa və natamam hesabat heç bir məhkəmədə qəbul edilməz. Əgər nəcis açılmaq istəsəydilərsə və tibbi səhv iddiası olsaydı, bu sənəd onları qorumaq üçün kifayət etməzdi. Ona görə də sual doğur. Niyə belə sənəd tərtib edildi və kim buna icazə verdi? Biz cavabı bilmirik, amma versiyamız var.
Əgər Rəhimov zəhərlənibsə, əgər bu planlaşdırılmış əməliyyat idisə, deməli həkim də planın bir hissəsi idi. Yoxsa əlverişsiz şərait yaradılıb, həkim uzaqlaşdırılıb, sənədlər sadələşdirilib, nəcis açılmasına icazə verilməyib. Hamısı bir məqsəd üçün, izi gizlətmək. Düşünün, əgər sizdə bir yaxınınız xaricdə xəstəxanada ölsəydi və sizə bir səhifəlik tibbi hesabat versəydilər, qəbul edərdiniz? Yoxsa suallar verərdiniz? 2023 ilin yazında Bakıda bir qadın peyda oldu. Adı Könül. O özünü Azad Rəhimovun keçmiş katibəsi kimi təqdim etdi. Dedi ki, 2007 ildən 2010 ilə qədər Təhsil Nazirliyində işləyib. Rəhimovun fərdi köməkçisi olub. Hamı onu tanıyırdı və o nə isə danışmaq istəyirdi. Görüş bir qəhvəxanada oldu. Könül gərgin görünürdü. Hər dəqiqə arxasına baxırdı. Telefonunu masanın üstünə çevirərək qoymuşdu. Ekran aşağı. Dinləyirlər demişdi. Kimi? Dəqiqləşdirmədi. Sadəcə əlavə etdi. Hamı. Könül danışmağa başlayanda üslub dəyişdi. Əvvəl sakitcə, sonra daha sürətlə, sanki vaxtı tükənir. Azad müəllim son ilində dəyişmişdi. 2019 ilində, pensiya çıxandan çox sonra, o mənimlə təkrar əlaqə saxladı. Dedi ki, bir iş var, mühüm iş. Mən ona kömək etməli idim. Nə kimi? Sənəd axtarmaq. Hansı sənəd? Sovet dövrünün arxivlərindən bəzi dosyalar. Təhsil sisteminin kadrlar şöbəsi ilə bağlı. O dedi ki, orada adlar var, konkret adlar. İnsanlar ki, indi hələ də sistemdə işləyirlər, yüksək vəzifələrdə və onların keçmişi mürəkkəbdir. Könül bir qovuq çıxardı. İçində fotokopyalar var idi, köhnə sənədlər, Sovet dövründən qalmış möhürlər, Azərbaycan, SSR Təhsil Nazirliyinin blankaları, tarixlər, 1983, 1984, 1985. Adlar qara rənglə çəkilmişdi. Könül demişdi ki, bu şəxsləri qorumaq üçün. Amma məzmun oxunurdu. Bu sənədlər nə idi? Kadr dəyişiklikləri. Müəyyən şəxslərin xüsusi təlimat əsasında müəyyən vəzifələrə təyin edilməsi. Təlimat kimindən gəlirdi? Moskvadan, SSRİ Təhsil Nazirliyindən və ya daha yüksək orqanlardan. Məqsəd nə idi? Burada Könül sakitləşdi və dedi. İdeoloji nəzarət. Sovetlər dönəmində təhsil sistemində xüsusi kadrlar yerləşdirirdilər. Bu insanlar sadəcə müəllimlər və ya rəhbərlər deyildilər. Onlar müşahidəçilər idilər. Hər şeyə nəzarət edirdilər. Kim nə deyir, kim nə düşünür, kim potensial təhlükədir. Və bu sistem yalnız Sovetlər dağılandan sonra bitmədi. O dəyişdi, adaptasiya oldu və bəzi adamlar öz mövqələrini saxladılar. Bu nə deməkdir? Könül iddia edirdi ki, Azad Rəhimov bu sxemi tapıb. O anlamışdı ki, onun nazirliyi dövründə də bu struktur fəaliyyət göstərib və bəlkə də o özü də bu strukturun bir hissəsi idi və ya əksinə, bu strukturla mübarizə aparırdı. Dəqiq versiya yox idi, amma bir şey aydın idi. Rəhimov nə isə bilirdi və bu biliklər onu öldürdü. Könül görüşdən sonra yoxa çıxdı. Telefonu söndü. Ünvanında tapılmadı. Həmin qovluq isə bizdə qaldı. İçindəki fotokopyalar təhlil edilirsə, bəlkə açar tapılar. Lakin Könül yeganə şahid deyil. 2022-ci ilin yayında Bakıda başqa bir insan peyda oldu. Kişi, yaşlı, təxminən 80 yaşında. O özünü Rəhimovun universitetdən tənəsi kimi təqdim etdi. Adı İlham. Familiyası dəqiqləşdirilmədi. O anonimlik istədi. İlham danışdı. Azad və mən eyni fakültədə oxumuşuq. 1967 ildən 1972 ilə qədər. Sovet dövründə təhsil almaq fərqli idi. Sən yalnız bilik öyrənmirdin. Sən sistemə uyğunlaşmağı öyrənirdin. Azad ağıllı idi, çox ağıllı. Amma o heç vaxt üsyan etməzdi. O sistemlə oynayırdı. O qaydaları başa düşür və onları öz xeyrinə istifadə edirdi. İlham dedi ki, Azad gənc ikən bir qrupun üzvü olub. Gələcək kadrlar adlanan qeyri-rəsmi bir şəbəkə. Bu şəbəkəyə daxil olan gənclər sonradan yüksək vəzifələr alırdılar. Necə daxil olurdular? Məlum deyil. Kim seçirdi onları? Məlum deyil. Amma İlham dedi ki, Azad bu qrupun üzvü idi. Və sonra nə oldu? Sual verdik. Sonra İlham duruxdu. Sonra Azad dəyişdi. 90-cı illərdə SSR dağılanda o çox şey anladı. O mənə demişdi, biz manipulyasiya edildik.
Biz oyuncaq idik. O keçmişindən xilas olmaq istəyirdi. Amma keçmiş səni buraxmır. İlham daha çox danışmadı. Amma bir cümlə əlavə etdi. Əgər Azad həqiqəti açıqlamaq istəyirdisə, onu saxlamaq üçün hər şey edərdilər. Hətta ölümünü təşkil etmək. İndi özünüzə soruşun. Əgər siz keçmişdə bir sistemin hissəsi olmusunuzsa və sonra həmin sistem sizə qarşı çevrilsə, nə edərdiniz? Döyüşərdinizsə və ya qaçardınız. Azərbaycanda bir inanc var. İnsan ölməzdən əvvəl öz ölümünü hiss edir. Bəziləri yuxu görürlər, bəziləri əlamətlər alırlar, bəziləri danışırlar. Deyirlər ki, Azad Rəhimov Nyu-Yorka getməzdən əvvəl öz vəsiyyətinə hazırlamışdı. Rəsmi vəsiyyət, hüquqi sənəd var idi. Amma başqa bir vəsiyyət də var imiş. Şifahi. Yaxın insanlara deyilən sonuncu sözlər. Rəhimovun qızı. Adını dəqiqləşdirmədik. Ailə məxfiliyinə hörmətlə. Bir müsahibədə çox qısa şəkildə bəzilə işlərə toxunmuşdu. O demişdi. Atam gedəndən əvvəl bir şey dedi. O dedi, əgər mən qayıtmasam, bir qovluq var. O qovluqda həqiqət var. Amma onu açmayın. Çünki o sizə zərər gətirər. Biz başa düşmədik nə demək istəyir. Düşündük ki, xəstəlik onu depressiyaya salıb. Amma indi düşünürük ki, o həqiqətən nə isə bilirdi. Bəs o qovluq hardaydı? Qızı dedi ki, bilmirlər. Atası heç vaxt dəqiq ünvan deməyib. Sadəcə deyib ki, təhlükəsiz yerdə. Bəlkə Bakıda bir bankda, bəlkə evdə gizli yerdə, bəlkə də Nyu-Yorkda, o sirli arxivdə. Amma burada maraqlı detal var. Rəhimovun evində ölümündən sonra ailə bəzi əşyaları təmizləyərkən bir dəftər tapılıb. Köhnə dəftər. Səhifələri saralmış, üz qabığı cırılmış. İçində əl yazısı ilə qeydlər var imiş. Tarixlər, adlar, qısa cümlələr. Və ən axırda bunu qızı özü demişdi. Bir cümlə rus dilində yazılmışdı. Они знают. Я знаю, что они знают. И теперь они знают, что я знаю. Tərcüməsi. Onlar bilirlər. Mən bilirəm ki, onlar bilirlər. Və indi onlar bilirlər ki, mən bilirəm. Bu nə deməkdir? Kim bilirlər? Nəyi bilirlər? Və niyə rus dilində? Bəlkə Rəhimov başa düşürdü ki, bu qeyd kimsə tapacaq və bu dilin istifadəsi mesajı daha geniş auditoriyaya çatdıracaq. Könül məhz o keçmiş katibə daha bir detal danışmışdı. O demişdi ki, Azad Rəhimov Nyu-Yorka getməzdən bir neçə gün əvvəl ona zəng etmişdi. Gecə zəngi, saat 3-də. Səsi titrəymiş. O dedi ki, yuxu görüb. Dəhşətli yuxu. Dedi ki, yuxuda özünü bir otaqda görüb. Qaranlıq otaq. Və otaqda başqa insanlar var imiş. Onlar hamısı örtük geyiniblər. Üzləri görünmür. Və onlar ona bir sual veriblər. Sən nəyi seçirsən? Sükutu, yoxsa həqiqəti? Azad müəllim deyib ki, həqiqəti. Və o anda örtüklü insanlar ona yaxınlaşıblar və o oyanıb. Könül dedi ki, Azad müəllim çox qorxmuş imiş. Demişdi, bu yuxu deyil, bu xəbərdarlıqdır. Könül onu sakitləşdirməyə çalışıb, demişdi ki, yuxular sadəcə şüurdaltı refleksiyalardır. Amma Azad müəllim demişdi, xeyr, bu başqadır. Mistika, təsadüf, yoxsa psixitəzik, biz bilmirik. Amma bir şey aydındır. Azad Rəhimov getdiyi səfərin təhlükəli olduğunu başa düşürdü. O bilirdi ki, ola bilsin geri qayıtmayacaq. Və gedib. Niyə? Bəlkə o həqiqəti tapmaq istəyirdi. Və həqiqət üçün həyatını riskə atmağa hazır idi. İndi burada bir detalı xatırlatmaq lazımdır. Azad Rəhimov iyul 18-də öldü. Amma o, yeganə ölən adam deyildi. İyul ayının əvvəllərində, dəqiq tarix 2020 ilin iyul ayının 3-ü, Bakıda başqa bir adam öldü. Adı Ramiz. O, Təhsil Nazirliyində çalışan kiçik məmur idi. 2007 ildən 2011-ə qədər kadrlar şöbəsində işləmişdi. Sonra işdən çıxmışdı. Rəsmi səbəb öz istəyi ilə. Ramizin ölüm səbəbi intihar. Özünü binadan atıb, 5-ci mərtəbədən. Heç bir vəsiyyət yoxdur, heç bir izahat yoxdur. Ailə üzvləri deyirdilər ki, Ramiz depressiyadaydı. Amma qonşuları deyirdilər ki, Ramiz normal insan idi, heç bir problem yox idi. Maraqlı detal. Ramazın evində ölümündən sonra kompüter tapıldı.
Polis onu götürdü. Nə tapdılar içərisində? Heç vaxt açıqlanmadı. Sənəd məxfi elan edildi. İstintaqın maraqları üçün izahı verildi. İstintaq nəticələndi? Xeyr. İş bağlandı. İntihar qeydiyyata alındı. Sual-cavab olmadı. İndi düşünün. 2020 ilin iyul ayının 3'ü Ramiz ölür Bakıda. İyul ayının 18'i Azad Rəhimov ölür New York'da. 2 həftə fərq. 2 adam, hər ikisi Təhsil Nazirliyi ilə əlaqəli. 2 ölüm, hər ikisi şübhəli. Təsadüf? Bəzi mənbələr, anonim, təsdiq edilməmiş, iddia edirlər ki, Ramiz Rəhimova kömək edirdi. O, arxiv sənədlərini tapıb ona göndərirdi və birisi bunu öyrənib və Ramizi susturmaq üçün intihar təşkil edib. Sonra növbə Rəhimova çatıb. Doğrudur? Bilmirik. Amma versiya qalır. İndi özünüzə soruşun. Əgər siz bir sirri bilirsinizsə və ətrafınızda insanlar ölməyə başlayırsa, susarsınız, yoxsa danışarsınız? Və əgər danışsanız, sizə kim inanar? 2.400.000 dollar. Bu rəqəm 2018 ilində Azərbaycan Təhsil Nazirliyinin bir tender sənədində peyda oldu. Tender mövzusu elektron təhsil platformasının yaradılması və tətbiqi. Qalibi kim oldu? Kiçik bir şirkət. Adı EduTech Solutions MMC. Şirkət 2007 ilində qeydiyyatdan keçmişdi. 11 il ərzində kiçik layihələrlə məşğul olmuşdu. Amma məhz bu tenderdə ilk böyük dövlət sifarişini qazandı. Direktorları 3 nəfər. Heç biri texnologiya sahəsində təcrübəsi olmayan insanlar. Biri keçmiş müəllim, digəri iqtisadçı, üçüncüsünün adı çox tanış səslənir. Elçin Məmmədov. Bəli, məhz o Elçin. Tender şərtləri qəribə idi. Texniki tələblər çox ümumi yazılmışdı. Sanki kimsə məqsədli şəkildə müəyyən şirkətə qapı açırdı. Rəqiblər var idi. 4 böyük beynəlxalq şirkət müraciət etmişdi. Onların təklifləri daha peşəkar, daha ətraflı, daha ucuz idi. Amma qalibi EduTech Solutions oldu. Niyə? Qiymətləndirmə komissiyasının protokolunda yazılırdı. Milli maraqların təmin edilməsi və yerli kadrların inkişafı prioritetdir. 2.400.000 dollar. Bu məbləğ 3 il ərzində ödənilməli idi. İlk ödəniş 2018 ilinin dekabrında köçürüldü. Məbləğ 800.000 dollar. İkinci ödəniş 2019 ilinin mayında. Məbləğ 800.000 dollar. Üçüncü ödəniş heç vaxt baş tutmadı. Çünki 2019 ilinin avqustunda layihə texniki çətinliklər səbəbindən dayandırıldı. Platforma heç vaxt tam işə düşmədi. Pul yoxa çıxdı. Maliyyə Nazirliyinin auditoru, anonim mənbə bizə dedi. Biz həmin layihəni yoxladıq 2020 ilində. Rəsmi audit. Nəticə, məbləğin yalnız 30%-i real xərclərə getmişdi. Qalan 70% izahat yox idi. Sənədlər natamam idi. Bəzi ödənişlər məsləhətçi xidmətləri adı altında keçmişdi. Hansı məsləhətçilər? Adlar yox idi. Müqavilələr yox idi. Sadəcə bank köçürmələri və köçürmələr offshore hesablara gedirdi. Offshore hesablar. Bu söz hər şey dəyişir. Çünki offshore hesablar şəffaflıq deməkdir. Offshore hesablar gizlətmək deməkdir. Və əgər dövlət layihəsindən pul offshore-a gedirsə, bu yalnız bir şey deməkdir. Korrupsiya. Amma heç kim məsuliyyətə cəlb edilmədi. Heç bir cinayət işi açılmadı. Audit hesabatı arxivə göndərildi və unuduldu. Niyə? Çünki Azad Rəhimov hələ nüfuzlu idi. Çünki Elçin hələ toxunulmazlıq sirri altındaydı. Çünki sistem özünü qoruyurdu. Hakimiyyət insanı dəyişir. Bu elmi faktdır. Neyrofizioloqlar bunu sübut ediblər. Uzun müddət hakimiyyətdə olan insanların beyin kimyası dəyişir. Dopamin səviyyəsi yüksəlir, empatiya azalır, risk qəbulu artır və ən təhlükəlisi, özünə inam patoloji səviyyəyə çatır. İnsan özünü toxunulmaz hesab etməyə başlayır. Azad Rəhimov 9 il nazir oldu. 9 il. Bu uzun müddətdir. Bu müddət ərzində o minlərlə qərar qəbul etdi. Minlərlə insanın taleyinə təsir etdi. Və hər qərar onun beynində bir iz buraxdı. Hər qərar onu daha güclü hiss etdirdi. Və güc asıllıq yaradır. Psixoloq. Bakıda praktika edən, adını açıqlamaq istəməyən bizə izah etdi. Hakimiyyət narkotik kimidir. İlk başda siz ona nəzarət edirsiniz.
Sonra o sizə nəzarət edir. Siz daha çox istəyirsiniz. Daha çox nüfus, daha çox pul, daha çox hörmət. Və bir məqamda siz sərhədi keçirsiniz. Siz qanunu pozmağa başlayırsınız. Amma özünüzü haqq hesab edirsiniz. Çünki sizin beyniniz sizə deyir, sən xüsusisən, sən fərqlisən, sənə qayda-qanun aid deyil. Bu, Rəhimovu bəraət qazandırmır, amma izah edir. O sadəcə pis insan deyildi. O, sistemin məhsulu idi. Sistem onu yaratdı. Sistem ona güc verdi və sistem onu məhv etdi. Çünki hakimiyyətin başqa bir qayda var. Sən yuxarı qalxanda aşağı düşmə riski də artır və nə qədər yüksəkdənsə, bir o qədər ağır düşərsən. İndi ən maraqlı hissəyə gəlirik. Pul izi. Çünki pul heç vaxt yalan danışmır. Pul həmişə həqiqəti göstərir. Maliyyə təhlilçisi, beynəlxalq təcrübəsi olan Avropa bankları ilə işləmiş, bizə kömək etdi. Biz ona EduTech Solutions şirkətinin bank əməliyyatlarının fraqmentlərini göstərdik. O təhlil etdi və dedi: Bu klassik pul yuma sxemidir. Birinci mərhələ dövlət tenderi, qanuni pul mənbəyi. İkinci mərhələ subpadratçılar, pul kiçik şirkətlərə bölünür. Üçüncü mərhələ offshore, pul xaricə köçürülür. Dördüncü mərhələ geri qayıtma, pul təmiz investisiya kimi geri gəlir. Beşinci mərhələ əmlak, pul daşınmaz əmlaka çevrilir. Mənzillər, villalar, torpaq sahələri. Və artıq heç kim sübut edə bilməz ki, bu pul harda yaranıb. Biz soruşduq, bu sxemi kim idarə edir? Bir nəfər yox, dedi təhlilçi. Bu komanda işidir. Maliyyə meneceri, hüquqşünas, auditor, banka əməkdaşı, hamısı birlikdə işləyir. Və ən yuxarıda bir nəfər var, koordinator. O heç vaxt sənədlərdə görünmür, amma o hər şeyə nəzarət edir. Koordinator. Biz onun kim olduğunu bilirik. Elçin. İndi özünüzə soruşum. Əgər siz bir korrupsiya sxeminin içində olsaydınız və çıxmaq istəsəydiniz, bacardınızmı? Yoxsa sistem sizi buraxmazdı? Manhattan 116-cı küçə, Kolumbiya Universitetinin arxiv şöbəsi. Burada Sovet dövrü sənədlər kolleksiyası saxlanılır. Bu kolleksiya 1985 ildən 2000 ilə qədər toplanmış materialları ehtiva edir. Əksəriyyəti rus dilində, bəziləri ingilis dilinə tərcümə edilib. Çox az adam bu arxivdən istifadə edir. İldə təxminən 10-15 tədqiqatçı. 2020 ilin iyul ayında məhz Azad Rəhimovun Nyu-Yorka gəldiyi ay, bu arxivə bir ziyarətçi müraciət etdi. Adı Azad Rəhimov. Pasport nömrəsi təsdiqləndi. Arxiv işçisi, adını dəqiqləşdirmədik, sonradan xatırladı. O yaşlı kişi idi, çox zəif görünürdü. Amma gözləri çox canlı idi. Dedi ki, Sovet Azərbaycanının təsir kadrları haqqında materiallar axtarır. Mən ona kataloqu göstərdim. O konkret kod istədi. AZ, defis EDU, defis KADR, defis 1983, defis 1991. Bu kod bizim sistemdə var idi. Mən ona qovluğu gətirdim. Qovluqda nə var idi? Arxiv işçisi dəqiq xatırlamırdı, amma dedi ki, Rəhimov təxminən 3 saat həmin sənədləri oxudu. Qeydlər apardı. Bəzi səhifələrin fotosunu çəkdi, icazə ilə. Arxiv qaydalarına uyğun. Sonra qovluğu qaytardı və getdi. Maraqlı detal. Rəhimov gedəndən 2 gün sonra başqa bir ziyarətçi gəldi. Kişi, orta yaşlı, gözlüklü. O da eyni qovluğu istədi, eyni kod. Arxiv işçisi təəccübləndi. Bu qovluq illərdir heç kim istəməmişdi. İndi 2 gündə 2 nəfər. İkinci ziyarətçi də sənədləri oxudu. Amma o qeyd aparmadı. Sadəcə oxudu və getdi. Kim idi o ikinci ziyarətçi? Arxiv işçisi adını xatırlamırdı, amma təsvir etdi. Orta boylu, gözlüklü, sakit. Tanış səslənir. Elçin. Biz həmin qovluğa çatmaq istədik. Kolumbiya Universitetinə müraciət etdik. Dedilər ki, arxiv açıqdır, amma fiziki olaraq gəlməlisən. Biz tədqiqatçı göndərdik. O qovluğu tapdı. Kod AZEDUKADR 1983 1991. Qovluqda 34 sənəd var idi. Sənədlər nə haqqında idi? Kadr təyinatları. Azərbaycan SSR Təhsil Nazirliyində müəyyən vəzifələrə təyin edilən şəxslərin siyahısı. Tarixlər. 1983 ildən 1991 ilə qədər. Hər sənəddə ad, vəzifə, təyinat tarixi
və xüsusi qeyd. Xüsusi qeyd bölməsində yazılırdı: Moskvanın razılığı ilə və ya xüsusi nəzarət altında və ya ideoloji etibarlılıq təsdiqlənib. Bu nə deməkdir? Bu o deməkdir ki, bu insanlar sadəcə peşəkar kadrlar deyildilər. Onlar seçilmiş insanlar idilər. Onlar sistemin daxili çevrəsi idilər və onlar müəyyən funksiya daşıyırdılar. Nəzarət. Siyahıda neçə ad var idi? 124. Bəzi adlar tanış idi, çox tanış. Onlardan bəziləri indi də Azərbaycanda yüksək vəzifələrdə işləyirlər. Nazirliklər, universitetlər, dövlət qurumları. Onlar müstəqillik dövründə də mövqelərini saxladılar. Necə? Çünki onlar sistemin sütunları idilər. Və ən maraqlısı, siyahıda bir ad var idi ki, hər kəs tanıyır. Elçin Məmmədov. Təyinat tarixi 1988. Vəzifə: Təhsil Nazirliyinin Kadrlar Şöbəsinin müfəttişi. Xüsusi qeyd. Moskvanın razılığı ilə. İdeoloji etibarlılıq yüksək. İndi hər şey aydın olur. Elçin təsadüfən Rəhimovun yaxınında deyildi. O məqsədli şəkildə yerləşdirilmişdi. O, nəzarətçi idi. Və bəlkə də o, hələ də nəzarətçidir. Amma burada bir problem var. Biz həmin sənədlərin fotolarını çəkdik. Tədqiqatçımız qanuni şəkildə arxivdən nüsxələr aldı. Amma Azərbaycana qaydanda bir şey baş verdi. Tədqiqatçımız adını təhlükəsizlik səbəbləri üzrə açıqlamırıq, Bakı hava limanında saxlanıldı. Gömrük yoxlaması. Standart prosedur. Amma yoxlama çox uzun çəkdi. Çantası açıldı. Kompüteri götürüldü. Texniki yoxlama deyildi. 2 saat sonra kompüter qaytarıldı. Amma fayllar silinmişdi. Tədqiqatçı dedi: Mən bilirdim ki, bu baş verə bilər. Ona görə də ehtiyat nüsxə hazırlamışdım, bulut xidmətində. Amma bulut hesabıma daxil olmağa çalışanda gördüm ki, hesab bloklanıb. Təhlükəsizlik pozuntusu yazılırdı. Mən parolumu dəyişməyə çalışdım, uğursuz oldu. Hesab tamamilə bağlanmışdı. Kim etdi bunu? Rəsmi orqanlar, xüsusi xidmətlər, yoxsa başqa qüvvələr? Bilmirik. Amma nəticə aydındır. Kimsə bu sənədlərin yayılmasını istəmirdi. Amma biz tamamilə məğlub olmadıq. Çünki tədqiqatçımız ağıllı idi. O 3-cü ehtiyat nüsxə hazırlamışdı. Kağız nüsxə. Fotolar çap edilmişdi və ayrı bir çantada gizlədilmişdi. O çanta yoxlanılmadı. Və indi bizdə həmin sənədlər var. İndi özünüzə soruşun. Əgər siz bir sənəd tapsaydınız ki, o sənəd güclü insanları ifşa edir, onu dərc edərdinizsə, yoxsa təhlükəsizliyinizi seçərdiniz? İndi biz ən təhlükəli hissəyə çatırıq. Çünki bu hissədə biz adlar çəkəcəyik, real adlar. Və bu adlar çox güclü insanlara aiddir. Elçin Məmmədov. Bu adı artıq çox eşitdiniz. Amma indi biz onun tam profilini təqdim edəcəyik. Elçin 1960 ilində anadan olub, Bakıda, orta sinif ailəsində. Atası mühəndis, anası müəllimə. Heç bir xüsusi əlaqə, heç bir nüfuz. Amma Elçin ağıllı uşaq idi. Məktəbdə yaxşı oxuyurdu. Universitetə daxil oldu. Azərbaycan Dövlət Universiteti, Tarix Fakültəsi. 1982 ildə məzun oldu. Sonra nə oldu? Sonra Elçin Təhsil Nazirliyində işə düzəldi. Kiçik vəzifə, arxiv işçisi. Amma o tez yüksəldi. 1988 ildə artıq Kadrlar Şöbəsində müfəttiş idi. Necə? Çünki o sistemin diqqətini çəkdi. O sadiq idi. O sual verməzdi. O əmrləri yerinə yetirərdi. Və sonra SSRİ dağıldı. 1991. Çoxları işlərini itirdilər. Sistem çöktü. Amma Elçin qaldı. Çünki o adaptasiya olundu. Yeni hakimiyyət köhnə kadrlardan istifadə etməli idi. Və Elçin ən etibarlı kadrlardan biri idi. 90-cı illərdə Elçin biznes qurdu. Kiçik məsləhət şirkəti, kadr xidmətləri. Şirkət nə edirdi? Dövlət qurumlarına kadr seçimi. Hansı qurumlar? Təhsil Nazirliyi, Elm Nazirliyi, universitetlər. Və Elçinin şirkəti həmişə qazanırdı. Çünki o sistemin içindən gəlirdi. O hamını tanıyırdı. 2004 ildə Azad Rəhimov nazir oldu və Elçin onun köməkçisi oldu. Rəsmi olaraq yox. Elçin heç vaxt dövlət vəzifəsi tutmadı. Amma qeyri-rəsmi olaraq ən güclü adam idi. Çünki o kadrları idarə edirdi və kadrlar hakimiyyətdir. İndi əsas suala gəlirik.
Elçin Azad Rəhimovun ölümündə rolu var idimi? Birbaşa sübutumuz yoxdur. Heç bir məhkəmə bunu araşdırmayıb. Heç bir rəsmi istintaq aparılmayıb. Amma bizim əlimizdə dolayı sübutlar var və bu sübutlar bir mənzərə yaradır. Mümkün versiya, daha çox deyil. 1. Elçin New York'daydı. Hava limanı kameraları bunu təsdiqləyir. O Rəhimovla eyni təyyarədə uçdu. Amma rəsmi siyahıda yoxdur. Niyə? 2. Elçin arxivə getdi. Rəhimovdan 2 gün sonra. Eyni sənədlər oxudu. Niyə? Nəyi yoxlayırdı? 3. Elçin xəstəxanaya girə bilərdi. O, Rəhimovun yaxın dostuydu. Mühafizə onu tanıyırdı və məhz o gecə mühafizə yox idi. Təsadüf? 4. Rəhimov öldükdən sonra Elçin yoxa çıxdı. 2 həftə heç kim onu görmədi. Sonra Bakıda peyda oldu. Amma heç vaxt Rəhimovun dəfnində iştirak etmədi. Niyə? Ən yaxın dost dəfnə gəlmir. 5. Elçinin maliyyə vəziyyəti. 2021-ci ildə Rəhimovun ölümündən 1 il sonra Elçin Bakıda yeni villa aldı. Qiymət 1.200.000 manat. Pul mənbəyi biznes gəliri. Hansı biznes? Şirkəti artıq fəaliyyət göstərmirdi. Bəs pul hardan gəldi? Bütün bu faktlar bir ehtimala gətirir. Elçin Rəhimovu susturmaqda maraqlı ola bilərdi. Çünki Rəhimov həqiqəti açıqlamaq istəyirdi və bu həqiqət Elçin də ifşa edə bilərdi. Amma bu yalnız versiya olaraq qalır. Sübut yoxdur. İndi biz bir senari təqdim edəcəyik. Bu sübut deyil. Bu bədii rekonstruksiyadır. Bir ehtimallı hadisələr zənciri. Amma bu, faktlara əsaslanan mümkün izahatdır. İyul 17-si, gecə. Manhattan xəstəxanası. Azad Rəhimov palatasında uzanıb. Zəifdir, amma şuuru aydındır. O bilir ki, vaxtı azdır. O bilir ki, arxivdə tapdığı sənədlər hər şey dəyişəcək. O sabah ailə üzvlərinə hər şeyi danışmaq istəyir. Qapı açılır. Elçin içəri girir. Rəhimov təəccüblənmir. O Elçinin gələcəyini bilirdi. Bəlkə də gözləyirdi. Sən niyə buradasan? Rəhimov soruşur. Sənə kömək etmək üçün, Elçin cavab verir. Yalan danışma. Sən məni saxlamaq üçün gəlmisən. Azad, sən nə etdiyini bilirsənmi? Sən keçmişi açmaq istəyirsən. Amma keçmiş açılmamalıdır. Çünki o, hamımızı məhv edəcək. Mən artıq qorxmuram. Mən həqiqəti demək istəyirəm. Həqiqət? Hansı həqiqət? Biz hamımız sistemin bir hissəsi idik. Sən də, mən də. Sən özünü qəhrəman kimi göstərə bilməzsən. Çünki sən də günahkarsan. Mən bilirəm. Amma mən düzəltmək istəyirəm. Çox gecdir. Və sonra Elçin infuziya sisteminin yanına yaxınlaşır. Nə baş verdi? Biz bilmirik. Tibbi qeydlər dəqiq deyil. Amma 15 dəqiqə sonra Rəhimovun vəziyyəti kəskin pisləşdi. Ürək ritmi pozuldu. Həkimlər gəldilər. Reanimasiya. Uğursuz. Ölüm. Bu məhz belə baş verdimi? Biz əmin ola bilmərik. Heç bir şahid yoxdur. Heç bir kamera qeydi yoxdur. Bu yalnız mümkün versiya olaraq qalır. 2023 ilin yanvar ayında Bakıda bir bank kassası açıldı. Depozit qutusu. Nömrə 347. Bu qutu 2018 ilində icarəyə götürülmüşdü. İcarəçinin adı Azad Mirzəoğlu Rəhimov. Müqavilə müddəti 5 il. Ödəniş qabaqcadan edilmişdi. Müqavilə şərtlərinə görə, əgər icarəçi ölsə və varisləri müəyyən müddət ərzində müraciət etməsələr, qutu bank tərəfindən açıla bilərdi. 5 il keçdi. Heç kim müraciət etmədi. Bank rəhbərliyi qərar qəbul etdi. Qutuyu açmaq. İçərdə nə var idi? Bank işçisi. Anonim qalmaq şərti ilə bizə danışdı. Bir qovluq var idi. Qalın qovluq. Təxminən 200 səhifə. Hamısı fotokopiya. Köhnə sənədlər. Sovet dövründən. Və bir məktub. Bağlı zərfdə. Zərfin üstündə yazılmışdı. Mənim ölümümdən sonra açılsın. Ailə üzvlərinə verilsin. Bank ailə üzvləri ilə əlaqə saxladı. Rəhimovun qızı gəldi. Qovluğu və məktubu aldı. Amma o, heç vaxt ictimaiyyətə açıqlamadı ki, içərdə nə var idi. Biz onunla əlaqə saxlamağa çalışdıq. Cavab vermədi. Vəkili vasitəsilə mesaj göndərdi. Ailə məxfiliyinə hörmət göstərin. Amma bir mənbə, Rəhimov ailəsinə yaxın olan şəxs bizə qismən məlumat verdi.
Qovluqda sənədlər var idi, kadr siyahıları, maliyyə sxemləri və adlar, çoxlu adlar. Bəzi adlar çox danışdır. Onlar indi də sistemdədirlər və məktubda Azad müəllim hər şeyi izah edirdi. O yazırdı ki, özü də sistemin bir hissəsi olub. O günahkar olduğunu etiraf edirdi. Amma deyirdi ki, ən azından həqiqəti qoymaq istəyir. Gələcək nəsillər bilsin ki, nə baş verib. Bəs niyə ailə bu sənədləri açıqlamır? Mənbə dedi, qorxurlar. Çünki bu sənədlər yalnız keçmişi deyil, indini də ifşa edir. Və əgər onlar bunu açıqlasalar, ailə təhlükə altında olar. Təhdidlər alıblar, telefon zəngləri, anonim mesajlar, susun və ya onlar susurlar. Deməli, həqiqət bank kassasından çıxıb, amma yenə qaranlıqda qalıb. Qovluq ailənin əlindədir, amma heç kim onu görməyəcək. Heç olmasa indi. Elçin Məmmədov. O hələ də Bakıdadır, hələ də sərbəstdir. Heç bir ittiham yoxdur, heç bir istintaq yoxdur. O sakit həyat sürür, villasında, ailəsi ilə. Heç kim ona toxunmur. Amma 2022-ci ilin payızında bir hadisə baş verdi. Kiçik hadisə, amma mənalı. Bakıda bir jurnalist, gənc, təcrübəsiz, amma cəsarətli, Elçinlə müsahibə aparmaq istədi. Mövzu, Azərbaycan təhsil sisteminin tarixi. Elçin razılaşdı. Görüş onun ofisində keçdi. Jurnalist adi suallar verdi. Elçin adi cavablar verdi. Amma sonra jurnalist bir sual verdi ki, Elçinin üz ifadəsi dəyişdi. Siz Azad Rəhimovu yaxından tanıyırdınız. Onun ölümü barədə nə düşünürsünüz? Elçin bir neçə saniyə sustu, sonra dedi. Faciə idi. O böyük insan idi. Xəstəlik onu apardı. Təəssüf. Bəzi mənbələr iddia edir ki, onun ölümü şübhəlidir. Siz bu barədə nə bilirsiniz? Elçin gülümsədi. Soyuq təbəssüm. Mən bilirəm ki, insanlar hər şeyə şübhə ilə yanaşırlar. Amma bəzən ölüm sadəcə ölümdür. Heç bir sirri yoxdur. Siz New Yorkdaydınızsa? Elçinin təbəssümü yoxa çıxdı. Müsahibə bitdi. Zəhmət olmasa çıxın. Jurnalist çıxdı. Amma o hiss etdi ki, nəyəsə toxunub. Həmin axşam jurnalistin telefonuna zəng gəldi. Anonim nömrə. Səs dedi. Elçin haqqında yazmayın. Bu xəbərdarlıqdır. Yeganə xəbərdarlıq. Jurnalist qorxdu. O materialı dərc etmədi və tezliklə işdən çıxdı. İndi o başqa sahədə işləyir. Jurnalistikadan uzaq. İndi özünüzə soruşun. Əgər sizə təhdid etsələr, susarsınızmı? Yoxsa hər şeyə baxmayaraq həqiqəti deyərsiz? Biz yeganə araşdırmaçılar deyilik. 2022-ci ildə Amerika Birləşmiş Ştatlarında bir qeyri-hökumət təşkilatı, adı Transparency International, New Yorkdakı şübhəli ölümlər barədə hesabat hazırladı. Hesabatda 120 hadisə təhlil edilirdi. Onlardan 17-si xarici vətəndaşlara aid idi. Hesabatın 83-cü səhifəsində bir paraqraf var idi. Hadisə nömrə 74. İyul 2020. Xəstə, kişi, 73 yaş, Azərbaycan vətəndaşı. Ölüm səbəbi, ürək çatışmazlığı. Tibbi sənədlər, natamam. Nəcis açılması, aparılmayıb. Ailə tərəfindən imtina. Qeyd. Hadisə şübhəli xarakteristikalara malikdir. Lakin rəsmi istintaq aparılmayıb. Biz bu təşkilatla əlaqə saxladıq. Onlar bizə əlavə məlumat verdilər. Biz bu hadisəni araşdırmaq istədik, amma Azərbaycan səfirliyi əməkdaşlıqdan imtina etdi. Ailə üzvləri danışmaq istəmədi. Xəstəxana xəstə məxfiliyi səbəbindən sənəd vermədi. Biz məhkəməyə müraciət etməyi düşündük, amma hüquqi əsasımız yox idi. Ona görə də iş bağlandı. Amma onlar bizə bir detal dedilər ki, çox vacibdir. Biz xəstəxananın ətrafında sorğu apardıq. Yaxınlıqdakı mağazaların, kafelerin təhlükəsizlik kameralarını yoxladıq və bir maraqlı kadr tapdıq. İyul 17-si, gecə saat 10. Xəstəxanadan bir kişi çıxır, əlində qovluq var. O taksi tutur və gedir. Biz taksi sürücüsünü tapdıq. O xatırladı ki, sərnişini hava limanına aparmışdı. Hansı hava limanı? JFK. Hansı terminal? Beynəlxalq reyslərin terminalı. Biz reyslər cədvəlinə baxdıq. Həmin gecə yalnız bir reys var idi Azərbaycana, özəl təyyarə. Sərnişinlər siyahısı məxfidir. Deməli, sirli ziyarətçi həmin gecə Azərbaycana qayıtdı, qovluqla birlikdə.
və biz bilirik ki, o kim idi. Biz bir müstəqil tibbi ekspertdən, Avropada işləyən Azərbaycandan olan Rəhimovun halını qiymətləndirməsini xahiş etdik. Ona bütün əlimizdə olan tibbi sənədləri göndərdik. O təhlil etdi və belə rəy verdi. Tibbi sənədlərə əsasən xəstənin vəziyyəti ağır, lakin stabil idi. Ürək çatışmazlığı var idi, amma nəzarət altında. Dərman terapiyası düzgün seçilmişdi. Heç bir əlamət yox idi ki, yaxın günlərdə ölüm riski olsun. Amma iyul 18-də qəfil ürək dayanması baş verir. Bu ola bilər, amma çox qəribədir ki, heç bir əvvəlki əlamət yoxdur. Adətən belə hallarda bir neçə saat əvvəl xəstənin vəziyyəti pisləşir. Burada isə sanki ani ölüm baş verib. Biz soruşduq, bu zəhərlənmə ola bilərmi? Ola bilər. Müəyyən tibbi preparatlar var ki, onlar ürək fəaliyyətini kəskin şəkildə poza bilər. Və ən əsası, bu maddələr qanda tez parçalanır. Əgər nəcis açılması dərhal aparılmazsa, izi tapmaq çox çətindir, bəzən isə demək olar ki, mümkün deyil. Deməli, əgər Rəhimov zəhərlənibsə, sübutu artıq tapmaq mümkün deyil. Çünki nəcis açılmayıb, çünki bədən dəfn edilib, çünki vaxt keçib. 2023-ün yayında biz bir şəxslə əlaqə saxladıq. O özünü New York xəstəxanasının keçmiş tibb bacısı kimi təqdim etdi. Adı Maria. O, iyul 2020-də həmin xəstəxanada işləyirmiş, amma tezliklə işdən çıxmışdı. Maria bizə dedi, mən o gecəni xatırlayıram. Mən 6-cı mərtəbədə növbədə idim, amma Rəhimovun palatasına məni buraxmırdılar. Dedilər ki, xüsusi xəstədir, yalnız təyin olunmuş heyət xidmət edir. Mən başa düşdüm, belə xəstələr olur. Amma gecə, təxminən saat 11-ə doğru, mən koridorda bir kişi gördüm. O, Rəhimovun palatasına girdi. Mən düşündüm ki, həkim və ya ailə üzvüdür. Amma o, ağ xalat geyinməmişdi. Sadəcə kostyum və o çox tələsirdi. Biz soruşduq, o kişini təsvir edə bilərsinizmi? Orta boylu, gözlüklü, təxminən 50 yaşında. Sakit görünürdü. Amma gözləri soyuq idi. Elçin. Maria davam etdi. 15 dəqiqə sonra o çıxdı. Əlində qovluq var idi. Mən ona salam verdim. O cavab vermədi. Sadəcə keçib getdi. Və bir saat sonra həyəcan siqnalı səsləndi. Rəhimovun palatasından. Biz qaçdıq. Amma artıq gec idi. Biz soruşduq. Siz bu barədə kiməsə danışdınızmı? Danışdım rəhbərliyə. Amma mənə dedilər ki, susun. Dedilər ki, bu məxfi məsələdir. Və əgər danışsam, işdən çıxarlarım. Mən sustum. Amma bir həftə sonra məni yenə də işdən çıxardılar. Səbəb, kadr azaldılması. Mən başa düşdüm ki, məni susturmaq istəyirlər. Ona görə də mən New Yorkdan köçdüm. İndi başqa ştatda yaşayıram. Və yalnız indi danışmağa hazıram. İndi özünüzə soruşun. Əgər siz bir cinayətin şahidi olsaydınız, amma danışmaq sizə zərər gətirəcəksə, nə edərdiniz? İndi biz son mərhələyə çatırıq. Bütün sübutlar toplanıb. Bütün şahidlər dinlənilib. Bütün sənədlər təhlil edilib. Və nəticə? Nəticə budur. Biz bilirik ki, Azad Rəhimov adi ölümlə ölməyib. Biz bilirik ki, onun ölümündə şübhəli hallar var. Biz bilirik ki, Elçin Məmmədov bu işdə mərkəzi rol oynaya bilər. Amma biz sübut edə bilmirik. Çünki bütün açarlar bağlıdır. Tibbi sənədlər natamamdır. Nəcis açılmayıb. Şahidlər qorxurlar. Ailə susur. Rəsmi orqanlar araşdırmır. Və Elçin sərbəstdir. Bu, ədalətsizlikdir. Amma bu reallıqdır. Həqiqət budur ki, bəzi cinayətlər heç vaxt açılmır. Çünki onları törədənlər çox güclüdülər. Çünki sistem onları qoruyur. Çünki həqiqət bəzən təhlükəlidir. Azad Rəhimovun ölümü rəsmi olaraq təbii ölüm kimi qeydə alınıb. Heç bir cinayət işi açılmayıb. Heç bir məsuliyyət yoxdur. Və çox güman ki, heç vaxt olmayacaq. Amma biz bu hekayəni danışdıq. Biz sübutları topladıq. Biz şahidləri tapdıq. Və indi siz bilirsiniz. Siz, bu videonu izləyən minlərlə insan. Siz bilirsiniz ki, nə baş verib. Və bəlkə bu kifayətdir. Bəlkə həqiqətin ən böyük gücü ondadır ki, o yayılır. İnsanlar onu eşidir. İnsanlar onu yadda saxlayır. Və bir gün bəlkə ədalət gələcək. Azad Rəhimov mükəmməl insan deyildi. O səhvlər etdi. O sistemin bir hissəsi idi.
O bəlkə də korrupsiyada iştirak etdi. Biz bunu inkar etmirik. Amma o sonunda həqiqəti axtardı. O keçmişini düzəltmək istədi. O gələcək nəsillərə mesaj qoymaq istədi. Və bu cəhd onu öldürdü. Onun mirası nədir? Onun mirası budur. Həqiqət üçün mübarizə aparmaq cəsarət tələb edir. Və bəzən bu cəsarət həyata başa gəlir. Amma əgər heç kim cəsarət göstərməsə, heç nə dəyişməz. Ona görə də biz bu hekayəni danışırıq. Ona görə də siz onu izlədiniz. Və ona görə də biz ümid edirik ki, siz onu başqalarına danışacaqsınız. Bu araşdırma bitdi, amma hekayə bitməyib. Çünki Elçin hələ də Bakıdadır. Çünki sistem hələ də işləyir. Çünki başqa Rəhimovlar ola bilər və başqa ölümlər. Biz nə edə bilərik? Biz danışa bilərik. Biz sual verə bilərik. Biz təzyiq göstərə bilərik. Biz tələb edə bilərik ki, rəsmi istintaq aparılsın. Biz tələb edə bilərik ki, həqiqət açıqlansın. Və əgər kifayət qədər insan bunu istəsə, bəlkə sistem dəyişəcək. İndi sizə bir sual. Sizcə, Elçin Məmmədov günahkardırmı? Kommentlərdə yazın. Öz versiyanızı danışın. Bəlkə sizdə əlavə məlumat var. Bəlkə siz Azad Rəhimovu tanıyırdınız. Bəlkə siz Elçini tanıyırsınız. Danışın. Çünki susqunluq onları qoruyur. Amma səsiniz onları ifşa edə bilər. Və əgər bu video sizə təsir etdisə, bəyənin, paylaşın, abunə olun. Çünki bu kimi araşdırmalar davam etməlidir. Həqiqət gizlədilməməlidir. Növbəti videoda görüşənə qədər və yadda saxlayın. Həqiqət həmişə qalib gəlir. Bəzən gec, amma həmişə. Azad Rəhimovun xatirəsinə, həqiqət axtaran hər kəsə və susmayanların hamısına.